Hamam otağında duş kabin istəyirsən, amma qorxursan ki, hər gün bu ləkələrlə mübarizə aparmalı olacaqsan, odur ki, bu video tam da sənin üçündür. Biraz Arap sabunu, biraz da paltar ağacısından istifadə edərək üzərinə qaynar su əlavə edirik və bu qarışımı əldə edirik. Və budur. Bu qarışımla köpüklü formada süngərlə yaxşıca şüşələri sürtürük və mən əl üz yuyanımı da bununla yuyuram. Əlimdəki süngərdə yəqin sizə tanışdır, deyərsiniz ki, bir süngərlə bütün işlərini görür. Xeyr, sadəcə süngər o qədər əlverişli oldu ki, mən yenidən sifariş etməli oldum. Dedim, bunu da xatırladım, səhv anlaşma olmasın. Şüşələri yuduqdan sonra görürsünüz ki, yaxşıca durulamaq lazımdır və sonra da yaxşı qurulamaq lazımdır. Mən ilk olaraq suyunu götürdüm, ondan sonra isə quru əski ilə tam olaraq qurulamaq lazımdır. Bu video sizə əlverişli oldusa bəyənməyi, rəy yazmağı və yaddaşa atmağı unutmayın ki, ehtiyac olduqda axtarmayasınız, tapasınız və bu qarışımla daha nələri təmizləmək olar, gözünüz səhifəmdə olsun. Paylaşacağım. Budur. Artıq bizim camlarımız parıldayır və heç bir ləkə yoxdur.